Səvinə, həyəcanlıyam və birdən anan atam məni bəyənməz. Narahat olma, mən istəyirəmsə razı olacaqlar ki, gedək. Elmar, səni özüm dəvət elədim. Səvinə deyəndə ki, Elmar məni sevir. Nə qədər ciddi olduğumu görmək istədik. Məni dəvət elədiyiniz üçün çox sağ olun. Həqiqətən Səvinəni görən kimi başa düşdüm ki, evlənmək istəyirəm. Çox ciddiyəm. Bəs nə iş görürsən, nə edirsən? Papa, Elmar baristadır. Laf yaxşı. Deməli, kofeyə hazırlayırsan. Aylığın da çox güman ki, 400, maksimum 500. Ola olma. Bəli. Elmar, bu şərtlər altında yəqin ki, sənə qız verəcəyimi düşünmürsən.